Gün Mingəçevir şəhid ailələri Şəkidəyik biz. Cümə məscidinə gedirik. Mədrəsəni ziyarət etdik. Orada olan kitabxanasında da olduq. Sonra Şəki Qadınlar Quran Mərkəzinə getdik. Rahilə müəllimə ilə tanış olduq. Bizi çox gözəl qarşıladılar. Sonra 500 il yaşı olan, bəlkə də çox olan, tarixi abidə olan Azərbaycan qədim meçidi olan Xan məscidini ziyarət elədik. Orada bizi çox gözəl qarşıladılar. Sonra Şəki Şəhidlər Xiyabanını ziyarət etdik. Sonra getdik Şəki yaylasına, gözəl cənnət olan bir güşüyə. Orada da bizi çox gözəl qarşıladılar. Çox qonaqpərvərdir Şəki əhalisi. Allah sizlərə də qismət eləsin. Mənim gözəl şəhid ailələrim. Hamınıza qismət olsun oraya getmək. Gözümüzü tox tutduq. Sulu etmədik düşmənə görə. Düşmənə göstərmədik. Kaş ki bir komada yaşayardıq. Amma oğullarımız bizimlə bir yerdə olardılar. Kaş ki, kaş ki. Çətin günlərdə hər kəs yanında olmur adamın. Yaxşı günə nə var ki? Gələrik, yeyərik, içərik, gedərik. Amma bizim çətin günlərimizdə bizi axtarmırlarsa, bizim yanımızda deyirlərsə, nə dostumuz ola bilərlər onlar. Bizi bəzən qınayırlar, şəhid anaları gəzirlər. Heç kimi qınama haqqı yoxdur. Qınadığınız başınıza gəlməsə bu həyatdan köçməyəcəksiniz, inanın. Çox darıxmaq ağır bir işdir. Çünki insan ən çox qayıtmayacağını bildiyi səs üçün darıxır. Çox dəhşət işdir. Allah heç kəsin başına gətirməsin. Ey insanlar, heç bir kəsin.